burada dayanıb video çəkəcəyim ağlıma gəlməzdi. Ağdamın damı ağaran kənd evlərinin arası ilə üzü Xankəndiyə doğru yol gedirik. Portal yoxlanışından sonra şəhərdə ilk qarşımıza çıxan məşhur Nənə Baba heykəli oldu. Deyilənə görə bu abidənin heykəltaraşı erməni, memarı isə Azərbaycanlı olub. Üstəlik bu erməni simvolikasına görə o vaxt ərazidəki akasiya meşəsini məhv ediblər. Buradan uzaqlaşıb şəhərə doğru yol alırıq. Əzəmətli Qarabağ Universiteti ilə üzbəyüz Eyvan adında bir restoranda oturduq. Bu məkan haqqında ayrıca videom olacaq. Xankəndini isə qarış-qarış gəzdik. Cəmi 3 il əvvəl Arayik və dəstəsinin gəzişdiyi bu küçələrdə indi şanlı Azərbaycan bayrağı dalğalanır. Burada bir Maraş dondurmasının yeri var. Qardaş, bu neçədir bir topu? Əslində 3 manatdan 2 manata endirim eləyirsiniz. Bu da Xankəndinin gözəl parkı. Millət var ha. Günorta Xankəndinin ən sərin yeri məncə buradır. Burada da bir cavan oğlan gözəl piano ifa eləyir. Elə içməlidir ki bu. Xankəndidə parkın içindəki su, bilməm içməlidir yoxsa yox, amma ağzımızı dirədi içdik. Fontanın hündürlüyünə bax. Xankəndidə marketdə kassa növbəsi. Millətə bax. Burada Göygöl Şərab Zavodunun firma mağazası. Göygöl Şərabın Almanlar tərəfindən əsasının qoyulduğu ildir. Bax, Xan 1860. Xankəndi şəhər stadionu. Stadionda təmir işləri aparılır. Bu da Xankəndinin məşhur Zəfər tağı. Bax, bura Kərkicahan qəsəbəsidir. Bu da şanlı bayrağımız. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfalar. Allah Azərbaycan ordusunu qorusun. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.